Nə qədər yaşayacağımız da bizim əməllərimizdən asılıdır, Şahin müəllim. Belə bir hədis qeyd olunur ki, bir şəxs odun çiynində yol gedir və Peyğəmbərimiz deyir ki, bu kişi bugün öləcək, dünyasını dəyişəcək, bunu ilan vuracaq. O gedir və sağ-salamat qayıdır. Sahabələr görür ki, bu salamat qayıtdı və soruşurlar ki, ya Rasulallah, siz demişdiniz ki, bəs bu öləcək, onun da çiynində odun olur. Deyir, odunu yerə qoy, odunu yerə qoyduğu zaman odunun içindən ilan çıxır və gedir. Peyğəmbər buyurur ki, bunun üçün ölüm təyin edilmişdi, amma evdən çıxdığı zaman sədəqə verdi deyə Allah ömrünü uzatdı. Yəni, bu həmin ilan ki, demişdim, onu vuracaq, ona toxunmadı. Bilirsiniz, salih əməllər ömrü uzatmaq gücünə malikdir. Xüsusilə yaxın insanları ziyarət etmək, qohumların ziyarətinə getmək. Bu əməllər insanın ömrünün uzanmasına səbəb olur. Valideynə xidmət göstərmək, sədəqə vermək. Amma bəzi pisliklər var ki, onlar ömrün qısalmasına səbəb olur. Bir insan birini günahsız öldürürsə və yaxud da ata-anasına hörmətsizlik edirsə, qohumları ilə əlaqəsini kəsirsə, bu ömrün qısalmasına gətirib çıxarır. Yəni, hətta ömrün uzanıb qısalması belə insanların əməlləri nəticəsində olur. Və Həzrət Əlidən belə bir hədis xatırlayıram ki, deyir ki, bu dünyasını dəyişənlərin çoxu öz əcəllərinin əsasında yox, günahlarına görə dünyasını dəyişirlər. Yəni, günah deməli əcəli tezləşdirir, ölümü tezləşdirir. Yəni, ölüm belə insanın öz əməlləri nəticəsində dəyişilə bilir, ölümün vaxtı. Ona görə də yəni, ömür müddətini də insanın əməllərinin təsiri var, ömrün müddətinin çox və ya az olmasında.